Bax, yanağının burasında balaca düşüklər var. Bax, bu yanağını buradan düzəldə bilərəm. Çünki hicablısan, gözünün altı çökəkdə görsənir də. Bunu açdım, lafda hamısı üzə çıxdı. Bax, buradan. Gözaltı işıq dolğun olmayıb da. Yox, heç olmayıb da. Bax, bir damcı buranı düzəldim sənin, qəşəng buran qalxsın. Ondan sonra botoksun var deyəsən, hə? Yox, elə bizə bu xətt götür. Burada biraz xətt var. Bir dənə işlənin. Qaldırın, gülün. Eləyə də bilərsiniz botoks, eləməyə də bilərsiniz. Yəni, baxır sizin elətdirəndə xoşunuza gəlmişdir. Deyim ki, sizə belə kəskin botoks lazımdır. Yox, qəşəng görsənir o hissələriniz. Nazalabialınıza azacıq istəyərdim, əl gəzdirin. Bir də obşi üzünüzə, bütöv üzünüzə rəngin açılması, nəmlənmə, qidalanma bu kimi şeylər məsləhət görürəm. Cənə altı quruluğum var mənim. Yəni, durun, deyim ki, yanaq, gicgah, çənək, belə də, dodaq, bunların heç birinə həqiqətən ehtiyacınız yoxdur. Birazca üzünüzü əl gəzdirsəm, fresh görsənəcəksiniz, təravətli görsənəcəksiniz. İstəsəniz bunları eləyə bilərəm. Onların qiymətləri neçədir? 1 qram yanaq 150 manat olacaq. 0,5-0,5 balaca bir nöqtələrə vuracam əslində sizə. 1 qram da bu hissələrinizə paylaşdıracağım sizin. Bir də dərinizə istəyirsiniz egzasom eləyim. Ayda bir dəfə gələ bilərsiniz. Ayda bir dəfə gəlsəz kök hücrə eləyim sizə. Qəşəng həm canlansın, həm qocalmanın qarşısını alaq, nəmlənsin, qidalansın, təbii bir şeylərdir. Ona ayda bir dəfə 3 ay gəlməlisiniz. 1 illik bəs eləyəcək sizə.